Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə güvən kurslarının blok fənlər üzrə keçirdiyi sınaq imtahanının informatika suallarının izahını verəcəm. Gəlin birlikdə suallarımıza baxaq. Deməli, birinci sualımız belədir. İnformasiyanın xassəsi deyil. Obyektivlik, aktuallıq, adekvatlıq, etibarlılıq, tamlıq, faydalılıq, qiymətlik, dəqiqlik bunlar informasiyanın xassələridir. Kütləvilik isə informasiyanın yox, alqoritmin xassəsi sayılır. Ona görə cavab olacaq C variantı. Növbəti suala baxırıq. 1024 megabayt neçə kilobitdir? Megabaytı kilobitə çevirmək üçün nə edərik? Birinci megabaytdan gələrik megabitə, megabitdən də gələrik kilobitə. Gəlin ardıcıllığımızı gedək. Deməli, 1024 özü 210-dur. 210 megabaytı megabitə gətirmək üçün nə edirik? Mıllar eynidirsə, baytdan bitə gedirik. Bit, deməli, böyüdən kiçiyə gəlirsə, vuracaq 2 üstü 3-ə. Yəni, 2 üstü 10-u vuracaq 2 üstü 3-ə, eləcək 2 üstü 13 megabit. Daha sonra bunu da biz kilobitə gətirmək üçün nə edirik? Böyüdən kiçiyə gəlirsə vururuq. Yəni 2 üstü 13-ü vuracam 2 üstü 10-a, eləyəcək 2 üstü 23 kilobit. Cavab eləyəcək 223 kilobit, yəni B variantı. Aşağıdakı cümlədə informasiya prosesini müəyyən edin. İqbal mətni ingilis dilindən Azərbaycan dilinə tərcümə etdi. Əgər mətn bir dildən başqa dilə tərcümə olunursa, burada emal prosesi gedir və bu, belə deyək, situasiya zamanı sadəcə olaraq informasiyanın forması dəyişir, yəni məzmunu dəyişmir. Proses olaraq emal prosesi getmiş olacaq. RGB standartında yazılmış qrafik faylın həcmi 3 megabayt hansı ölçüdə ola bilər? RGB-də bir simvolumuz, bir pikselimiz, üzr istəyirəm, 24 bit və ya 3 bayt idi. Bizim qrafik informasiyamızın həcmin tapılması düsturu necə idi? H bərabərdir A vurulmuş B vurulmuş I bit. Bizdən burada A vur B-ni istəyir. A vur B-ni tapmaq üçün nə edirik? Həcmi, yəni 3 megabaytı 3-ü də megabaytdan bitə gətirmək üçün ya da elə bayta gətirək. Megabaytdan bitə gətirmək üçün 2 üstü 20-yə vuracam. 2 üstü 20 bayt bölünmüş, deməli 3 bayt. I bitdə bizdə 3 oldu. Baytlar gedəcək, 3-lər gedəcək, cavab eləyəcək 2 üstü 20. 2 üstü 20 də necə yaza bilərəm? 2 üstü 10 vurulmuş, 2 üstü 10 kimi yaza bilərəm. Cavabım eləyəcək D variantı. Bu suala baxırıq. 300 müxtəlif simvoldan ibarət mətn faylı mümkün ən kiçik əlifbada hazırlandı. Faylın yaddaşa tutduğu həcmi tapın. Ən kiçik əlifba minimal əlifbadır. 300 simvollu əlifbada bir simvolun həcmi nə qədər eləyir? 300-ü alırıq 2-nin qüvvətlərinin arasına, standartdan kənar əlifbalara aiddir. Deməli, 2 üstü 8 ilə 2 üstü 9-un arasında yerləşir. Yəni, 256 ilə 512-nin arasında yerləşir 300. Buradan da böyük olan biti, yəni 9 biti götürmüş oluruq. Deməli, I bitin bizdə 9 bitdir. Simvol sayı 300-dür. Buradan həcmi tapa bilərik. Həcm eləyəcək 9 vurulmuş 300 eləyəcək 2700 bit. Cavabımız eləyəcək A variantı. Altılıq say sistemində ən böyük 2 rəqəmli ədədlə üçlük say sisteminin ən kiçik 2 rəqəmli ədədinin cəmi onluq say sistemində neçədir? Altılığın ən böyük 2 rəqəmli ədədi neçədir? 55-dir. Düzdür? Altılıq say sisteminin rəqəmləri hansılar idi? 0, 1, 2, 3, 4, 5. Ən böyük rəqəm nə ilə başlayır? 5 ilə başlayır. Olacaq ən böyük 2 rəqəmli ədəd və rəqəmləri eyni 2 rəqəmli ədəd 55-dir. Yox, əgər bizdən rəqəmləri müxtəlif sorsaydı, o zaman 54 götürəcəkdik ən böyük. Və üçlük say sisteminin ən kiçik 2 rəqəmli ədədi. Ümumiyyətlə, bütün say sistemlərinin ən kiçik 2 rəqəmli ədədi 10-dur. Bu da oldu bizdə üçlük say sisteminin ən kiçik 2 rəqəmli ədədi. Və bunların cəmini istəyir. Əvvəlcə bu iki ədədləri gətirək onluq say sisteminə, daha sonra cəmləyək. Deməli, bilirdik ki, digər say sistemlərin onluq say sisteminə gələn zaman nömrələmə qaydasından istifadə edirik. Yazırıq 0, 1. Burada olacaq 5 vurulmuş 6 üstü 1 plus 5 vurulmuş 6 üstü 0. 5 dəfə 6, 30. Üzərinə gəlmiş ədəd üstü 0, ümumiyyətlə x üstü 0 mənə 1 verdiyindən 6 üstü 0 eləyəcək 1. Bir dəfə 5 eləyəcək 5. Nəticə burada eləyəcək 35 onluq say sistemində. Burada da yenə 0, 1 qaydası ilə 1 vurulmuş 3 üstü 1 plus 0 vurulmuş 3 üstü 0. Burada eləyəcək 0, burada da eləyəcək 3. Nəticə olacaq 3. Yekunda 35 ədədindən 3-ü onluq say sistemində toplayacaq, eləyəcək 38 ədədi onluq say sistemində. 67-ci suala baxırıq. Belə bir ifadə verilib, bizdən ümumi həcmi kilobaytdan istəyir. 1024 kilobayt olduğu kimi qalacaq. 2048 kilobaytı, 2048 kilobiti üzürsəm, kilobayta gətirməliyik. Biz kilobitdən də kilobayta gəlmək üçün, əgər ön hissələr eynidirsə, bitdən bayta gələcək sadəcə, yəni 2 üstü 3-ə böləcək. 2048 özü 2 üstü 11 deməkdir. 2 üstü 3-ə böləcək bunu. Eləcək 2 üstü 8, o da eləcək 256 kilobayt. Deməli, bu ifadə oldu 256 kilobayt. 0.5 megabayta kilobayta gətirmək üçün, deməli, böyüdən kiçiyə gəlirik. 0.5 megabayta kilobayta
gətirmək üçün vuracaq 2 üstü 10-a. Yəni 0.5 2-də 1-dir. Bunu 2 üstü 10-a vuranda, yəni 1024-də vuranda 2-də 1 vurulmuş 2 üstü 10 yazacaq. Bu da eləcək 2 üstü 10, bu da 2 üstü 1. Bunlar gedəcək, qalacaq 2 üstü 9. O da eləcək 512 kilobayt. Buradan da alındı 512 kilobayt və son olaraq 2 megabiti də gətirək. Deməli 2 megabiti mən kilobayta gətirmək üçün birinci megabitdən megabayta gəlirəm. Ön hissələrə indi bitdən bayta gəlmək üçün 2 üstü 3-ə, yəni 8-ə bölməliyəm. 2-ni də 8-ə bölsəm, alıram nəticəni 4-də 1 kimi. 4-də 1 megabayt. Megabaytdan da kilobayta gəlmək üçün kilobaytı böyüdən kiçiyə gəlirəmsə, aradakı 2 üstü 10-a vuracam. Yəni 4-də 1-i vurmalıyam 2 üstü 10-a, yəni 1024-ə. Bu da 1 bölmüş 4 yazaram 2 üstü 2 kimi vuranda 2 üstü 10 eləyəcək 2 üstü 8. O da eləyəcək 256 kilobayt. Deməli buradan da aldım 256 kilobayt. Bu 256 müsbətdir, bu mənfidir. Bunlar ixtisar gedəcək. Burada qalacaq 1024 üzərinə gəlmiş 512. Bunu da topladıqda nəticə alınacaq 6, 3, 5, 1, 1536 kilobayt. Cavab eləyəcək B variantı. Keçirəm növbəti sualımıza. Burada bizə səhv yazılışı istəyir rum rəqəmlərindən. Deməli, biz bilirdik ki, bu işarə bizdə 1-i verirdi, V hərfi 5 idi, X bizdə 10 verirdi, L bizdə 50-ni verirdi, D bizdə, C bizdə 100 idi, D 500 və M isə 1000. Bilirdik ki, bir misal üçün V bilirik ki, böyüdür də. 1 böyüdən sonra balaca gəlirsə, burada toplanır. Yəni, biz 6-nı necə alırıq? V 5-dir, 1 də bizdə 1 idi. 5 1 eləcək 6. Deməli, bu yazılış bizdə 6-nı verirdi. Bu əks formada yazılsa, 1 sonra 5 gələndə özündən sonra böyük gəldiyinə görə çıxılırdı. Yəni, 1 çıxılmış 5, bu da bizə 4-ü verilmiş olurdu. Buna əsasən səhv yazılışa baxaq. X, C bizdə nəyə verəcək? X bizdə 10-dur, C bizdə 100-dür. Çıxanda eləyəcək 90. Deməli, bu 90 ədədir, doğrudur. Deyim yazılışı burada səhv olacaq. Nəyə görə? Çünki minlik əslində çıxmaq üçün istifadə olunmur. Yəni 500-dən minlik çıxa bilməyəcək. Ona görə səhv yazılışımız bu olacaq. 1x də buna nəyə verəcək? 1 adi 1-dir, x də bizdə 10-dur. Bunda çıxanda eləyəcək 9, bu da doğru yazılışdır. V, M bizdə nəyə verəcək? V bizdə 5-dir, M bizdə 1000-dir. Bu bizə verəcək 995. Əslində bu yazılışda tam doğru yazılış kimi sayılmır. Çünki bizdə V də əslində çıxmaq kimi istifadə olunmur çox. Amma burada doğru yazılış kimi götürülüb. C də bizdə C özü 100-dür. Bir dənə də 100 eləyəcək 200. Bu da ona görə doğru yazılış kimi götürülür. Onun üçün bizim cavabımız olacaq burada B variantı. Daha sonra belə bir ifadə verilib, buna baxaq. Bu ifadənin nəticəsini 9-luq say sistemimizdə istəyir. Deməli, hamısını gətiririk biz onluq say sisteminə. 0, 1, 0, 1, 0, 1. Burada eləyəcək 1 vurulmuş 8 üstü 1 plus 2 vurulmuş 8 üstü 0 plus 1 vurulmuş 6 üstü 1 plus 4 vurulmuş 6 üstü 0 vurulmuş 1 vurulmuş deməli 4 üstü 1 plus 3 vurulmuş 4 üstü 0. Burada eləyəcək 8 plus 2 plus bir dəfə 6 plus buradan da 4. Bu eləyəcək 10. Çünki birinci vurma sonra toplama yerinə yetirilir. Ona görə bunu tapmaq lazımdır. 4 buradan, 3 də buradan. Bu da eləyəcək 7. 10 dəfə 7 eləyəcək 70. 8 2 də burada 10 eləyir. 10 plus 70 bu eləyəcək 80 ədədi. Onluq say sistemidir. Bizdə bunu 9-luq istədiyinə görə 80 ədədini onluq say sistemindən 9-luq say sisteminə gətiririk. Yəni 80-i 9-a bölə-bölə getmək lazımdır. 8 dəfə yazsaq 98, 72 qalacaq 8. Cavab eləyəcək 8, 8 ədədi 9-luq say sistemində, yəni A variantı. Onluq say sistemində verilmiş 63 ədədi 8-li say sistemində hansı iki ədəd arasında yerləşir? 63 ədədini əvvəlcə onluq say sistemindən 8-liyə gətirək. Yəni bilirdik ki, onluq say sistemindən istənilən say sisteminə keçid zamanı 2-lik, 8-lik, 16-lıq, 4-lük və s. həmin say sisteminin əsasına belə-belə getmək lazım idi. 63-ü mən 8-liyə gətirmək üçün böləcəm 8-ə. 7 dəfə 8 düşəcək 56. Düşəcək 7. Cavab eləyəcək 7, 7 ədədi 8-lik say sistemində. İndi bu ədəddən əvvəl və sonra gələn ədədi necə tapırıq? Üzərinə 1 gələrək sonranı tapırıq, 1 çıxaraq əvvəlki ədədi tapırıq. Yəni ki, burada cavab eləyəcək necə? 77-dən 1 çıxacam, eləyəcək 76 ədəd özündən əvvəlki ədəd. 77-nin üzərinə 1 gələcəm 8-lik say sistemində. 7 1 eləyəcək 8. 8-dən çıxacam bir dənə 8-ə, 0 yazacam 1 yadda, 7 bir də buradan 8. Yenə 8-dən bir dənə 8 çıxacam, 0 yazacam 1 yadda, 1 də atacam əvvəlinə. Deməli, əvvəlki ədədim 76, sonraki ədədim 100 alınmış olacaq.
Ötürülmə sürəti verilib, bağlantı T-si verilib, yəni müddəti. Bizdə soruşur ki, nə qədər fayl göndərmək olar. Düsturumuz necə idi? Həcm düsturu H bərabər V vurulmuş T. Yəni sürəti bizdə həcm əvəz edirdi. Burada da bizdə hansı verilənlər var? V bərabərdir 1536 bit bölünmüş saniyə və T də bərabər 1 dəqiqəni də 60 saniyə kimi yazıram. Çünki burada V saniyə iləndir. Və buradan biz həcm əldə etmək üçün nə edirik? V-ni T-yə vuracaq. Yəni 1536 bit bölünmüş saniyəni vuracam 60 saniyəyə. Buradan saniyələr gedəcək, olacaq belə. 1536 vurulmuş 60 bit. Bizdə də belə bir cavab olmadığına görə bunu çeviririk ya bayta ya da kilobayta. Bitdən də gəlin elə kilobayta çevirək. Əgər kilobayta çevirmək istəsək, kilobayta çevirə bilməyəcək əslində. Çünki bunun üçün 8192-yə bölmək lazımdır. Gəlin görək alınırmı? Bu halda bizdə cavab 11,25 kilobayt alınır. 11,25 kilobayt alınır. Belə bir cavab yoxdur. Kilobaytlarla gəlin kilobitə çevirək onda. O zaman 1536 vurulmuş 60-ı kilobitə çevirmək üçün, bitdən kilobitə gəlmək üçün 200 sona, yəni 1024-ə bölmək olacaq. Bunu bölək. Burada isə cavabımız 90 kilobit alınmış olacaq. Cavabımız eləcək A variantı. Keçirəm növbəti sualın nümunəsinə. 48 müxtəlif simvolun hər birini kodlaşdırmaq üçün ən az neçə bit lazımdır? Aha, elə bil ki, belə bir sual verilir ki, 48 simvol əlifbada bir simvolun neçə bitdir? 2-nin qüvvəti olmadığına görə 2-nin qüvvətlərin arasına alacaq. Yəni 48 yerləşəcək 2/5 ilə 2/6-nın arasında. Biz də böyük olan qüvvəti götürməli olduğumuza görə cavab eləcək 6 bit, yəni Y variantı. Daha sonra davam edirəm növbəti sual nümunəsinə. Faylın ASCII standartından başqa bir standarta keçirildikdə həcmin 4 dəfə azaldığı məlumdursa, həmin standartda simvol sayını müəyyən etməliyik. Aha, ASCII standartımızda bizim bir simvolumuzun həcmi neçə bit idi? 8 bit və ya 1 bayt. İndi deyir ki, 8 bitdən hər hansı bir X adlı standarta keçirilən zaman həcmi 4 dəfə azalıb. Aha, burada H idi, burada H bölünmüş 4 olub. Və bizdə soruşulur ki, bu hansı əlifbadır ki, biz buna gələn zaman həcmini 4 dəfə azaldırıq. Aha, deməli 8 bitdə hesablayanda H olub. Görürsən, neçə bitdə hesablansa 4 dəfə azalar. Əgər bu 2 bitdə hesablanarsa, baxın, 8-dən 4 dəfə az neçədir? 2 bitdir, düzdür? Əgər 2 bitdə hesablansa, deməli 4 dəfə azalacaq da. İ bizdə 2 bit olsa, əgər 2 bit, bu durumda bizdən həmin standartda simvol sayını müəyyənləşdirməyimizi istəyir. Aha, İ bizdə 2 bitdir burada. Maksimum neçə simvol desə, n bərabər 2/2, o deyiləcək 4 simvollu əlifba. Buna əsasən cavab Y ola bilər. Bir də baxaq. Bax, keçirildə 4 dəfə azaldığı məlumdursa, həmin standartda simvol sayını müəyyən edin. Elə bu formada olacaq. Çünki dediyim kimi 8 bitdə həcmi bilmirəm. Amma öyrəndim ki, hər hansı bir İ bitə gələn zaman həcm 4 dəfə azalıb. Bu da hansı bitə gələr? İ 2 bitə gəlsə, əgər 8-dən 4 dəfə aşağı neçədir? 2-dir də. Deməli, həcm də bura düşüb ki, 4 dəfə azalıb. Təzədən 4 dəfə artsa, bəlkə vəziyyətinə qayıtmış olacaq, H-a qayıtmış olacaq. Buna əsasən cavab Y ola bilər. Cavab oldu Y. Keçirəm növbəti sualın nümunəsinə. Deməli, indi bizə belə bir sual verir. Deyir ki, istifadəçilər kod hazırlamaq üçün İngilis əlifbasının ilk 4 simvolunun böyük və kiçik yazılışından, aha, deməli, İngilis əlifbasının ilk 4 simvolu, yəni A, B, C-dir. Bu 4 simvolun həm böyük yazılışları, həm də kiçik yazılışları istifadə olunur. Toplam neçə simvol olub onda? 8 simvol olub və onluq say sisteminin rəqəmləri də olub burada. Plus onluq say sisteminin neçə rəqəmi var? 0-dan 9-a qədər, yəni 10 rəqəm var. Toplam eləcə 18 simvollu əlifba. Deməli, müəyyən bir kod yaratmaq üçün 18 simvollu əlifbanın simvollarından istifadə olunur. 18 simvollu əlifbada da bir simvolumuzun həcmi nə qədər edir? 18-i alırıq 2-nin qüvvətlərinin arasına. 2/4-dən 2/5-in arasında yerləşir, eləyəcək 5 bit. Bir simvolumuz bizdə 5 bitdir. Daha sonra deyir ki, hər bir kod 10 simvoldan ibarətdir. Bir simvolun 5 bitdirsə, 10 simvolum nə qədər eləyəcək? 50 bit. Və 30 belə kod. Yəni, bu elə bilin ki, bir kodun həcmi də 50 bit. 30 belə kod nə qədər eləyəcək? 50-ni vuracaq 30-a eləyəcək 1500 bit alınmış olacaq. Cavab eləyəcək A variantı. 2, 4, 5 rəqəmlərindən neçə 4 rəqəmli tək ədəd düzəltmək olar? Baxaq. Bizdən tək ədədi soruşur. Burada ədədin tək olması üçün sonu burada ancaq 5 ilə bitməlidir ki, tək olsun. Düzdür? Yəni 2 və ya 4 ilə bitsə, artıq həmin ədəd cüt olacaq. Gəlin, həm təkləri tapaq, həm də cütləri tapaq. Bax, bizə deyir 4 rəqəmli ədəd olsun. 4 rəqəmli ədədin hansı mərtəbələri var?
Deməli, təklik, onluq, yüzlük, minlik. Təkliyi çəkdim, onluğu, yüzlük, minlik. Görə hər mərtəbə üçün hansı ədədləri yaza bilərəm mən? Mənə deyir ki, ədəd tək olmalı. Deməli, sonuncu hissəm üçün, yəni ədədin təkliyi mərtəbəsi üçün əlimdə bircə dənə variant var. O da 5-dir ki, bir dənə 5-i yazsam bu ədəd tək olacaq. Digər mərtəbələr üçün mən bu 3 ədədin üçünü də yaza bilərəm. Yəni 2, 4, 5 əlimdə 3 variant var. 2, 4, 5 əlimdə 3 variant var. 2, 4, 5 əlimdə 3 dənə variant var. Və buradan mən hamısını istifadə edə bilərəm. 4 rəqəmli tək ədəd düzəltməliyəm. Aha. Buradan 27-ni 5-ə vurmalı olacaq. 5 dəfə 7 35, 5 dəfə 2 10, 13, 135 alınacaq. Bircə dəqiqə görün, hələ səhv eləmədik. Neçə 4 rəqəmli tək ədəd düzəltmək olar. Aha. 4 dənə oyğumu çəkirəm. Əgər bizə təkrarlanmaz halı desə, baxın bu zaman neçə olacaq? Əslində bu çox böyük bir rəqəmdir. Misal üçün 245 bir dənə tək ədədimdir. 425 bir dənə təkdir. 225 bir dənə təkdir. 245 bir dənə təkdir. Yəni bunu saymaqla bitməz. Gəlin yenidən çəkək. Bax 1 tək 2 3 4. Doğrumu? İndi sonu deyir ki, ancaq 5 ilə bitsin tək olması üçün. Digər oyğular üçün nə yaza bilərəm? Aha, 2-ni də yazaram, 4-ü də yazaram. Yaxşı, 2, 4 ilə gedəsi olsaq, əlimdə hərəsində 2 dənə variant olacaq. 2 dəfə 2, 4, 4 dəfə 2, 8, 5 dəfə 8 bu halda 40 eləyəcək. Bu da alınmayacaq. Bəs hansı üsulla gedə bilərik burada? Deməli, burada səhv məndə nədədir? Mən nəyi səhv elədim? Burada mən 3-ü 3-ə vurmalıyam, bunu da bu 3-ə vurmalıyam. 5-ə yox, mən variantların sayını bir-birinə vurmalıyam. Burada kiçik mexaniki səhv eləmişəm. Ona görə cavabda yanlışlığa yol verdim. Bircə dəqiqə. Buranı pozuram. Deyirəm, o qədər böyük rəqəmlər alına bilməz. Burada 3 dənə variant var axı. Deməli, buradan mən 5 istifadə edə bilərəm. Əlimdə bir dənə variant var. Yəni 3 vurulmuş 3, vurulmuş 3. Eləcə 27 dənə tək ədəd variantı, C variantı. Yox, əgər biz burada cütlərin sayını tapası olsaq, 1, 2, 3, 4, 1, 2, 3, 4. Bir dəfə mən sonu 4 ilə bitənlərin sayını tapmalıyam. Bax, yazıram bura. 4 ilə bitənlər bircə dənə, bir dəfə də sonu 2 ilə bitənlərin sayını tapmalıyam. Burada da əlimdə 3 dənə variant olacaq. Bax, yazıram buradan 2, 4, 5, 3 variant, 2, 4, 5, 3 variant, 2, 4, 5, 3 variant. Burada da yenə 3 variant olacaq. 2, 4, 5, 3, 3, 3. Burada da 27 eləyəcək, burada da 27 eləyəcək. Bu zaman ümumi variant sayım 54 alınmış olacaq. Əgər məndən cüt istəsə, tək istədiyinə görə cavabımız eləyəcək 27. Daha sonra 75-dən sonra 76-ya baxaq. 99 ədədinin rum rəqəmləri ilə yazılışını müəyyənləşdirək. Deməli, bizdə 90 neçə idi? Gəlin yazaqlar. Bax, C bizdə 100-dür. 99 yazmalıyam. Aha. Bu 1-dir. Özündən sonra plus 1 toplayacağım. Bundan sonra böyük gəldiyinə görə çıxılacaq 10. 101-dən mən 10 çıxmalıyam burada. 1. Bu 91 eləyəcək. Deməli, bu deyil. Aha. Gəlin baxaq. Belə bir ədəd yazsam, 1x məndə nəyi verir? 9-u verirmi? 100 də buradan, bu 190, 109 eləyir üzrüstən, bu da alınır onda. Bunu yazası olsam, bu 10-dur, bu da 100-dür. Burada 90 eləyir, 99 yox. Bu 10-dur, bu plus, özünə sonra böyük gəlir, çıxıram, bu 100-dür, burada elədim 90. Bu da bizdə 9-dur. Bəli, cavab eləyəcək 99 B variantı. Daha sonra 5 və C simvollarının 8-lik say sistemindəki cəmini istəyir bizdən. Deməli, burada simvollar bir-bir artaraq gedir. Yəni, 1-in kodu bizə 49-dursa, 3-ün kodu 51-dirsə, 4-ün kodu demək olacaq 52, 5-in kodu olacaq 53. Aha, məndən 5 istəyirdi, 5 oldu 53. İndi A, B, C-ni necə tapıram? Böyük A-mız bizdə neçədir? 65-dir. Böyük B 66-dırsa, deməli, böyük C neçə olacaq? 67. Düzdür, bir-bir artacaq. Kiçik A məndə 97-dir. Buradan da 65-in üzərinə 32 gəliblər ki, 97-ni alıblar. Mən də burada 65-in üzrəm, 67-nin üzərinə mən 32 gəlməliyəm ki, buradan kiçik C simvolunun kodunu tapım. Bu eləcək 7, 2, 9, 6, 3, 9. Cavab eləcək burada 99. Deməli, 99 və 53 ədədinin cəmini 8-likdə ifadə eləməliyik. Aha. Bunlar onluq say sistemində. Toplayaq bunları. 2 eləcək 152 ədədi onluq say sistemində. Məndən də bunu 8-lik say sistemində istədiyinə görə 152 ədədini 8-lik say sistemində çevirəcəm. Yəni 8-ə bölə-bölə gedəcəm. 852-nin içində 19 dəfədir. 19 dəfə burada eləyəcək 0. 19-u böləndə deməli 2-yə 8-ə üzr istəyirəm. 2 dəfə
8, 16, 3 dəfə 8, 2 dəfə 8, 16. Qalacaq 3, heç nə. Cavab olacaq bu formada. 2, 3, 0 ədədi. Yəni 230 ədədi 8-li say sistemində alınmış olacaq. Numan parkda quşların səsinə qulaq asır. Numan informasiyanı hansı formada qəbul edir? Əlbəttə ki, analoq formada. Təbiət səsləri analoqdur, kəsilməzdir. Onluq kodundan kodlaşdırılan səslərdir. Əgər sözgedən səsləri kompüterdə və ya telefonda qulaq assaydı, o zaman rəqəmsal və ya diskret olmuş olardı və ya kəsilən. Bu üçü də eyni anlayışdır. Digital deyilən bir informasiya növümüz yoxdur. Daha sonra 260 səhifədən ibarət faylın ilk 4 səhifəsinə 600 rəng çalarında kodlaşdırılmış belə bir ölçüdə qrafiki təsvir, digər səhifələrində isə 16 sətr 32 simvoldan ASCII standartına kodlaşdırılmış mətn var. Faylın həcmini müəyyənləşdirməyimizi istəyir. Gəlin bunu digər səhifədə daha sərgəli formada yazaq. Deməli, bizim ümumi səhifə sayımız nə qədərdir? Ümumi səhv yazaq. Səhifə sayı ümumi 260-dır. Və bu 260 səhifənin 4 səhifəsində qrafika varsa, yerdə qalır 256 səhifə. Doğrumu? Deyir, ilk 4 səhifəsində 600 rəng çalarına malik qrafiki təsvir var. Yerdə qalır 256 səhifə. Bu nəyə qalır onda? Bu da qalır mətn informasiyamızın həcminə. Mətn informasiyamızın səhifə sayını daha doğrusu. Və biz hər iki informasiyanın həcmini tapmalıyıq. Deməli, bizdə ümumi həcmi istəyir. Yəni, ümumi h nəyə bərabərdir bizdə? Ümumi h bərabərdir. Qrafikanın h-ı üzərinə gəlinmiş mətnin h-ı. Biz burada hərəsini ayrı-ayrı tapmalıyıq. Birinci gəlin mətnin h-ını tapaq. Deməli, mətn informasiyamızın həcmi necə tapılırdı? H bərabərdir. Səhifə sayı vurulmuş sətir, vurulmuş simvol, vurulmuş bir simvolun həcmi, yəni i-bit. Bu formada biz həcm əldə edirik. İndi burada bizə hansı məlumatlar verilib? Səhifəni tapdıq 256, yazıram küstü 8 kimi. Sətir bizdə 16-dır, yəni küstü 4-dür. Simvol bizdə 32-dir, yəni küstü 5-dir. ASCII-də də bir simvolun 1 baytdır. Buna əsasən mən ümumi nəticəni əldə edə bilərəm. Burada eləyəcək 2 üstü 12, 17. 2 üstü 17 bayt bölünmüş baytdan kilobayta gəlməliyim. Cavablar kilobaytlandır. Baytdan kilobayta gəlmək üçün 2 üstü 10-a böləcəm. Eləyəcək 2 üstü 7. O da eləyəcək 128 kilobayt. Bu oldu bizim mətnimizin həcmi. İndi gəlin qrafikamızın həcminə baxaq. Grafiki həcmini tapmaq üçün nə edirəm? Qrafikin həcmini. Deməli, bizdə 600 rəng çaları var. Əgər n məndə 600-dürsə, burada i-bit, yəni bir pikselin həcmi nə qədər eləyəcək? 602-nin qüvvəti olmadığına görə yerləşir 2 üstü 9-dan 2 üstü 10-un arasında. Yəni, 600 yerləşir 512 ilə 1024-ün arasında. Burada da 10 biti götürməliyik. Deməli, qrafiki həcmini necə tapırıq? H bərabərdir A vurulsun B, yəni n-də və hündürlüyündə olan piksellərin hasili vurulmuş bircə dənə pikselin həcmi. Buna əsasən H tapmaq üçün A vur B bizdə nə qədərdir? 256, yəni 2 üstü 8, 2 üstü 7, 128, yəni 2 üstü 7 vurulmuş i-bit, yəni 10 bit. Bu tapdığımız bircə dənə səhifədə olan qrafik informasiyanın həcmidir. Amma bizə deyir ki, 4 səhifədə var. Bunu bir də 4-ə vursam, mən ümumi həcmi taparam. 4 səhifəni də yazaram burada 2 üstü 2 kimi. Bu bərabər eləyəcək. Deməli, buradan eləyəcək 10 bit vurulmuş. Bitdən bunu da kilobayta gətirməliyim. Tamam, 10 vurulmuş. Burada eləyəcək 2 üstü 17 bit. Bitdən kilobayta gəlmək üçün bölməliyəm 2 üstü 13-ə. Deməli, 13 ilə 17 gedəcək, qalacaq 2 üstü 4. O da eləyəcək 16. Eləyəcək 16-ını da vuracaq 10-a. 10 vurulmuş 16 kilobayt eləyir. Bu da eləyəcək 160 kilobayt. Bizdən ümumi həcm soruşulur. Deməli, ümumi həcmdə tapmaq üçün ümumi h bərabərdir. Hətta bunun rəngini dəyişək. Deməli, 128 mətnin h-ı üzərinə gəlinmiş 160, qrafikanın h-ı 8, 6, 2, 8, 2. Eləcək 288 kilobayt. Cavab eləyəcək D variantı. Ümid edirəm, bu da aydın oldu. Daha sonra RGB standartında hazırlanmış qrafik informasiyanın eni 3 dəfə azaldılıb, uzunluğu 9 dəfə artırılır. Aha, bax bir nüansı deyim sizə. Deməli, bizim qrafik informasiyamızın həcmi necə tapılırdı? Bayaq dedik, h bərabərdir A vurulmuş, B vurulmuş, i bit. Doğru mu? Və burada A da, B də, i də h-la düz mütənasib olsun. Yəni, bunlar artdıqca h artacaq, azaldıqca azalacaq. Bizə deyir ki, indi bax, mən həcmi əvvəl bilmirəm, h-ı bura qeyd edirəm. Daha sonra həcm üzərində müəyyən proseslər gedir. Deyir ki, qrafik informasiyanın eni 3 dəfə azaldılıb. Elə bilin ki, bu n olsun, bu uzunluq olsun. Bu 3 dəfə azalsa, deməli, həcm də 3 dəfə azalacaq, düzdür? Bölürəm 3-ə. Və 3 dəfə azalıb yerində də məxrəcdə yazırıq da. Daha sonra uzunluq 9 dəfə artırılıb. Deməli, bax, uzunluq B 9 dəfə artırılıbsa, deməli, həcm də 9 dəfə artırılıb, yəni 9-a vurulub. Belə bir ifadə alıram. Daha sonra buradan neçə alınacaq? 9 ilə 3 gedəcək, qalacaq 3h.
Deməli, bax hələ sadəcə enində və uzundakı piksellərin dəyişməsinə görə həcm artıq 3 dəfə artmış oldu. İndi bizə nə deyir? 3H-dan davam edirəm. Deyir ki, RGB-dən CMYK-yə gəlib. RGB-də bir simvolun həcmi neçə baytdır? 3 baytdır, doğrumu? Elə bilin ki, əvvəl RGB-də idi, yəni 3 baytdaydı. Sonra nəyə gəlib? CMYK-yə. Deməli, 4 bayta gəlibsə artıq artmış olub, düzdür? Artıq bunu mən 3-ü məxrəcdə, 4-ü sürətdə yazmalıyım. Yəni RGB-dən CMYK-yə gəlib. Yəni burada artma qeyd olunub. Ona görə 4-ü sürətdə, 3-ü məxrəcdə yazdım. 4 də burada CMYK-nın bir pikselinin həcmidir. 4 bayt. CMYK-da da 3 bayt RGB-də. Buradakı 3H isə piksellərin dəyişməsinə görə alındı. 3-lər buradan gedəcək, qalacaq 4H. Əvvəl H idi, sonra oldu 4H. Deməli, həcmimiz 4 dəfə artmış oldu. Davam edirəm növbəti sual nümunəmizlə. Qovluqda CMYK standartında hazırlanmış belə ölçüdə bir qrafiki təsvir var. Qovluğun həcmi 128 MB olarsa təsvirlərin sayını müəyyən edin. Aha, neçə dənə təsvir kodlaşdırılıb deyir burada. Gəlin baxaq. Deməli, biz əvvəl bir təsvirin həcmini tapaq. CMYK-da bir simvol neçə bayt idi? 4 bayt. 4 baytı vuracam. A vur B-yə, yəni 1024, yəni 210 vurulmuş 512, yəni 209-a. Buradan 4 də yazaram, 202 kimi. Buraya yazıram H. Buradan nə qədər eləyəcək? 202 vurulmuş 210 vurulmuş 209. Burada eləyəcəkmi? 200 deməli 21. 221 bayt nəticəsi əldə olunmuş olacaq. Və burada da qovluğun ümumi həcmi 128 MB. Deməli, mən də megabayta gətirəcəm. Baytdan megabayta gəlmək üçün bölməliyəm 200 deməli 20-yə. Burada da qalacaq 201, yəni 2 MB. İndi belə bir məsələ var. Deyək ki, bu bizim qovluğumuzdur, düzdür? Bunun ümumi həcmi məndə 128 MB-dir. Burada olan bircə dənə bu qrafiki təsvirin həcmi də 2 MB-dir, düzdür? Burada neçə dənə qrafiki təsvir olacaq? O necə tapıram? 128-i bölərəm 2-yə, görüm burada neçə dənə təsvir yerləşir. 128-i də 2-yə bölsəm 207-dir 128. 207 MB yazaq bura. 2 MB də məxrəcdə yazacağam. Deməli, 7-dən 2 çıxacam, 7-dən 1 çıxacam, üzr istəyirəm. Eləcək 206 MB. 206 da bizdə 64 verəcək. Deməli, sözgədən bu qovluğun tərkibində 64 dənə qrafiki fayl var. 128 simvol əlifba ilə kodlaşdırılmış mətn ümumilikdə 50 müxtəlif simvoldan ibarətdir. Tamam. Əgər mətni mümkün ən kiçik əlifbada kodlaşdırsaq, həcmi necə dəyişir? Gəlin əvvəlcə bunun həcmini tapaq. Bax, n bərabərdir 128-dir, doğrumu? Burada 128 simvol əlifbada bir simvol nə qədər yer tutur? I bərabər 7 bit yer tutur. İndi burada birinci H yazıram da. H1 bərabərdir. Hələ 7 bitlə hesablayıram 50 simvolu. 7 biti simvol sayı vurulmuş I bit düsturuna əsasən H bərabərdir. Simvol sayı vurulmuş I bit. Belə bir düsturumuz vardı bu düstura əsasən. 7 biti vuracam 50 dənə simvola. Eləcək 350 bit. Doğrumu? İndi deyir ki, sözgədən bu 50 simvol ən kiçik əlifba ilə kodlaşdırılsa, yəni 50 simvol minimal əlifba ilə kodlaşdırılsa necə olar? Bax, H2-ni necə tapacam? 50 simvol əlifbada bir simvol yaddaşa nə qədər yer tutur? 50-ni alacam 2-nin qüvvətlərinin arasına. 205-dən 206-nın arasına yerləşəcək, olacaq 6 bit. Deməli, H2 nəyə bərabər olacaq? 6 bit vurulmuş 50 simvol. 6 dəfə 5 eləyəcək 30 bit. 30 yox, 300 olacaq bu dəqiqə. Aha. Deməli, burada 50-ni aldım 2-nin qüvvətlərinin arasına. 205-lə 206-nın arasına yerləşdi, oldu 6 bit. 5 dəfə 6 edəcək 30, yəni 300 bit. Aha. Deməli, H2 oldu 300 bit, H1 isə 350 bit idi. Həcm necə dəyişəcək? 50 bit azalmış olacaq. Əvvəl 350 idi, sonra 300, deməli, həcmimiz 50 bit azalmış olacaq. 16-lıq say sistemində yazılmış bu ədəd 8-lik say sistemində ifadə edilir. Biz bilirdik ki, x say sistemini 8-lik olan ədədi biz 16-lığa və ya əksinə çevirə bilmirdik. Bunun üçün nə edirik? Verilmiş ədədi əvvəl 2-liyə gətiririk, sonra 16-lığa gətiririk. Yəni, bax, x 8-də verilir. Bunu ya 2-liyə gətirirəm, sonra 16-lığa gətirirəm, ya da 10-luğa gətirirəm, sonra 16-lığa gətirirəm. Hansı rahatsa o üsulla gedə bilərik. Gəlin, biz 2-liyə gətirib 16-lığa gətirək. Deməli, 2CD ədədi verilib 16-lıq say sistemində. Bunu 2-liyə gətirsəm nə edirəm? 8, 4, 2, 1 qaydasından istifadə edirəm. A, B, C, D simvolları bilirdik ki, 16-lıq say sisteminin ondan sonraki rəqəmlərinin cavabıdır. Yəni, A bizdə 10 idi, B bizdə 11 idi, C 12 idi, D 13 idi, Y 14 və F isə 15. İndi buna əsasən D bizdə nə oldu? 13 oldu. 13 almaq üçün mən bu rəqəmlərin hansından istifadə edəcəm? 8, 4, 12, bir də buradan 13. Yəni 1, 1, 0, 1. Deməli, D-nin cavabı olacaq 1, 1, 0, 1. Hansı rəqəmlərdən istifadə edirsən, onun altına 1 yazırıq. C-ni almaq üçün C bizdə 12 idi.
Elə 8, 4, 12 birdən istifadə edəcəm. Olacaq 1, 1, 0, 0 və 2-ni almaq üçün nə edəcəm? 0, 0, 1, 0 olacaq. 2-nin özü zaten var. Olacaq 0, 0, 1, 0. Belə bir ikili ədəd almış oldum. Bunu 8-dən çevirsəm 3, 3 bölürəm. 4, 2, 1 qaydasına əsasən. Burada olacaq hansının altında 1 varsa onları toplayıb yazıraq. 4 ilə 1 eləyəcək burada 5. Buradan da 3 bölürəm. Deməli 4, 2, 1. Ümidəyirəm düz alındı. 1. Aha bu da olacaq 1. Düz gedirik. Deməli 4, 2, 1. 2, 1 eləyəcək 3 və buradan da yenə 4, 2, 1. Bu da eləyəcək 1. Olacaq 1315 ədədi 8-li say sistemində. Qrafik qovluq daxilində 16 alt qovluq var və hər qovluqda 16 qrafiki təsvir var. Aha, qrafik təsvirlərin hər biri RGB standartında kodlaşdırılır və bu qədər ölçüdə olur. Ümumi həcmi tapın. Gəlin hələ bir dənə qrafik təsvirin həcmini tapaq. Bir qrafik qarşı yazın bura. Nə verilib bizdə? Enində və hündürlüyündə olan piksellərin hasili, yəni 1024 yazıram 210, 512 yazıram 209. RGB-də də bir pikselim 3 baytdır. Vururam 3 bayta və mən burada bunu nəyə gətirə bilərəm? 2 üstü 19 vurulmuş 3 baytı gətirərəm kilobayta. Bölərəm 2 üstü 10-a. Burada eləcək 2 üstü 9, yəni 512 vurulmuş 3. 3 dəfə 6, 3, 5 dəfə 11. Eləcək 1536 kilobayt. Bu 1536 kilobayt bircə dənə qrafiki təsvirin həcmidir. İndi mənə deyir ki, qovluğun daxilində 16 alt qovluq var və hər alt qovluqda da 16 qrafiki təsvir var. Və birinin həcmi 1536 kilobayt eləyirsə, 16-sının həcmi nə qədər eləyəcək? 16 vurulmuş 1536 kilobayt. Və deyir ki, bax bu 16 vurulmuş 1536 kilobayt 16 alt qovluğun tərkibində olan bircə dənə qrafiki təsvirin həcmidir. Yəni 16-sını tapmaq üçün vurmalıyam bir dənə də 16-ya ki, 16 alt qovluğun tərkibində olan hər belə deyək, şəklin həcmini tapacaq. İndi buradan da neçə eləyəcək? Bunu ki, mən kilobayta gətirir. Kilobayta yox, megabayt artıq gətirə bilərəm burada. 1536 512 vurulmuş 3 deməkdir. 3-ü yazaram burada. 512-ni yazaram 209 kimi. 16-nı yazaram 204 kimi. Bir dənə də 16 yenə 204 kimi yazaram. Bunu da mən kilobaytdan megabayta gəlmək üçün 2 üstü neçəyə böləcəm? 20-yə böləcəm. Ona üzr istəyirəm. Kilobaytdan megabayta. Hətta gigabayta da gətirə bilərəm. Bunu 220-yə də bölə bilərəm. 220-yə bölsək. Yox, 220-yə bölünməyəcək. Elə 210-a bölək gəlin. 210-a böləsə olsaq, bunlar gedəcək, qalacaq şürətdə bir dənə 207. O da eləcək 128. Onu da 3-ə vurası olsaq, 3 dəfə 8, 24, 3 dəfə 6, 2 da 8, 3 dəfə 3, eləcək 384 kilobayt. Belə bir nəticə alınmış olacaq. Gəlin, yenidən nəzər salaq. Bax, 16 dənə alt qovluq var. Hər alt qovluqda da 16 dənə qrafiki təsvir var. Birinin həcmi tapdım 1536 kilobayt. 16-sının həcmi olacaq 16 vurulmuş 1536 kilobayt və 16 vurulmuş 1536 kilobayt 16 dənə alt qovluqda var. Ona görə bunu bir də 16-ya vuracam. Sonra da megabayta gətirib 384 megabayt nəticəsini əldə etmiş olacam. 8-li say sistemində belə bir ifadənin nəticəsini 8-li say sistemində müəyyən edin. Necə yəni? Ailə, bunu toplayalım o zaman. 124 ədədindən 275 ədədinin cəmini 8-li say sistemində istəyir. 4, 5 eləyəcək 9. 9 ədədi 8-də yoxdur. 9-dan bir dənə 8 çıxaram, eləyəcək 1. 1 yazacağım, 1 yadda. 7 eləyəcək 9, bir də buradan 10. 10-dan çıxaram bir dənə 8-i, qalacaq 2. 2 yazacağım, 1 yadda. 2, 1, 3, bir də buradan 4. Eləcək 421 ədədi 8-li say sistemində. Əgər bu üsul sizə çətin gəlirsə, o zaman hər iki 8-li ədədi 10-luğa gətirin, toplayın, sonra da 8-liyə qaytarın. İnformasiyanın emal növünə aid deyil. Kodlaşdırma, çeşidlənmə, axtarış, bunların hamısı informasiyanın emalıdır. Ötürülmə və toplanma isə informasiyanın proseslərindən biridir. Yəni, toplanma qəbulun bir halıdır. Ötürülmədə informasiyanın bir prosesidir. Yəni, toplanma, saxlanma, emal, ötürülmə 4 proses var axı. Bu 1, 4, 3 isə sırf emalın daxilində yerləşir. Yəni, emalın növlərinə aiddir. Cavab olacaq burada 2 və 5. Növ olmayanlar 2 və 5 olmuş olacaq. Fərqli say sistemində verilmiş ifadənin nəticəsində onluq say sistemini müəyyən edin. Aha. Yəni, 1, 2 ədədindən 2, 3 ədədini bir dəfə 4-lükdə, bir dəfə 6-lükdə, bir dəfə də 8-lükdə toplayacağım. 4-lükdə toplayası olsam, 3 eləyəcək 5. 5 ədədi 4-lükdə yoxdur. 5-dən bir dənə 4 çıxaram. Eləyəcək 1. 1 yazacağım, 1 yadda. 2, 1, 3, bir də buradan 4. 4 4-lükdə ola bilməz. 4-dən bir dənə 4 çıxaram, qalar 0. 0 yazaram, 1 yadda, 1 atarım əvvəlinə. Deməli, 1, 0, 1 ədəd 4-lükdə olmuş olacaq. Yəni, mən bu 1, 0, 1 ədədini indi gətirməliyəm onluq say sistemidir, onluqda ifadə ilə. 0, 1, 2 qaydasına istifadə edərək buradan yazacağım 1 vurulmuş 4-ün kvadratı üzərinə gəlinmiş. 0 vurulmuş 4 üstü 1 və 1 vurulmuş 4 üstü 0. Buradan 4-ün kvadratına 16-nı verəcək mənə. Bu 0-a vurulacaq. Bu da eləyəcək 1, eləyəcək 17.
Deməli, əgər dördlükdə hesablasam, bunun cavabı eləcək 17, yəni B variantı. İndi altılıqda hesablayım. Bax, 1, 2 ədədinin üzərinə 2, 3 gələcəm. 3 eləyəcək 5, 2, 1 eləyəcək 3. Yəni altılıqda normal bir ədəd alınmış olacaq. İndi gəlin bu 35-ə altılıqda ədədini gətirək onun say sisteminə. 0-1 qaydasına 3 dəfə 6 eləyəcək 18, 5 də buradan eləyəcək 23 ədəd. Deməli, burada gedəcək D variantı və 8-də hesablasam yenə eyni nəticəni əldə eləmiş olacağam. 3, 2, 5, 2, 1, 3. Çünki 5 də 3 də 8-likdə var. Amma dördlükdə bu ədədlər yox idi deyə bu formada hesabladım. İndi 35 ədədini 8-likdən onluğa gətirəcəm. Burada da nəticə necə olacaq? 3 dəfə 8, 24, 5 də buradan eləcək 29. Cavab eləcək burada da C variantı. B, D, C nəticəsi alınmış olacaq. Keçirəm növbəti suala. CMYK standartında hazırlanmış qrafiki fayl 1 megabit saniyə sürətlə 32 saniyəyə ötürülür. Aha, bu qrafik faylın piksel sayı qədər simvoldan ibarət olan 16 simvolluq əlifbada hazırlanmış faylın yaddaşda tutumu nə qədər olar? Aha, gəlin əvvəlcə bu sürətə və saniyəyə görə ümumi həcmi tapaq. Bax, bizə verilir V bərabərdir 1 megabit bölünmüş saniyə və T də bərabər 32 saniyə. Bax, buna əsasən mən H-ı tapası olsam, saniyələr yazıram 1 megabit bölünmüş saniyə vurulmuş 32 saniyə. Saniyələr gedəcək, qalacaq necə? 32 megabit. İndi bizə nə deyir? Deyir ki, CMYK-da hazırlanmış məlumat bu həcmə malik olur. Belə başa düşdüm. Və bu qrafik faylın piksel sayı qədər simvoldan ibarət. Bunun piksel sayını tapmalıyam. Aha, indi mənim həcmim budur. CMYK-da da bizdə bir pikselim neçə bit idi? Byte idi. Elə bitlə gedək də bit idi. 20, yox, özüm 32 bit idi. CMYK-da oldu 32 bit. Və buradan biz A vur B-ni tapa bilərik. A vur B bərabər olacaq. Yəni, qrafik informasiyanın həcmi necə tapılırdı? A vur B vurulmuş I bit bərabər həcm. Düzdür? I bitim var, həcmim var. A vur B-ni tapmaq üçün həcmi I bitə böləcəm. Yəni, 32 megabitdən də deməli, megabitdən bitə gəlirəmsə, vuracam 220-yə. Bu olacaq bitlə. Bölünmüş 32-yə. Bunlar ixtisar gedəcək, qalacaq 220. Bitlər də gedəcək. Eyni zamanda məxrəcdə də bit idi. Bunlar gedəcək, qalacaq 220. Deməli, piksel sayı 220 oldu. İndi bizə nə edir? Deyir ki, piksel sayı qədər simvoldan ibarət olan, yəni 220 simvoldan ibarət məlumat 16 simvolluq əlifbada hazırlanarsa, yaddaşda nə qədər yer tutar? Aha. Deməli, bizdə piksel simvol sayı, yəni SS-imiz olur burada 220. Bu sayda olan məlumat 16 simvollu əlifbada hesablanırsa, n bərabər 16-dırsa, buradan i bitimiz nə qədər eləyəcək? 4 bitdə hesablanırsa, həcmimiz kilobayt olur. Aha, buradan həcmini tapacaq. Simvol sayı vurulmuş i bit bərabər həcmə əsasən. Deməli, buradan simvol sayı verilib 220, vurulmuş 4 bitdə yazaram 202 kimi. Eləyəcəm buradan 222 bit. Bitdən də kilobayta gəlmək üçün 213-ə bölməliyəm. 222 bölünmüş 213 bit alınacaq. Ümid edirəm bu sizə aydın oldu. Buradan eləyir 209, o da eləyəcək 512 kilobayt. Gəlin, digər səhifədə yenidən bunu mən yazım sizin üçün. Burada biraz qarışıqlıq oldu. Baxın, burada daha yaxşı görəcəksiniz. Deməli, bizə nə verir? Yenidən üzərindən keçirəm. V bizdə var 1 megabit bölünmüş saniyə. T bizdə var 32 saniyə. Biz buna uyğun həcmi tapa bilərik. Doğru mu? Həcm buradan nə qədər eləyəcək? 1 megabit bölünmüş saniyə vurulmuş 32 saniyə. Doğru mu? Saniyələr buradan gedəcək, eləyəcək 32 megabit. Aha. İndi bizə nə deyir? Deyir ki, bax, bundan biz həcmi tapdıq, düzdür? CMYK-da verilir. Bax, indi bir nüansı deyim sizə, bir dəqiqə, bax. Elə bilin ki, biz buradan qrafiki təsvirin piksel sayını əldə eləməliyik. Piksel sayını necə tapırıq? H bərabərdir A vurulmuş B vurulmuş I bitə əsasən, düzdür? Bax, burada həcmini tapdım 32 megabit, yazıram 32 megabit bərabərdir. A vurulsun B-ni bilmirəm, vurulmuş I bit bizdə nə qədər? CMYK-da bir pikselimin həcmi deməli bizdə 32 bitdir, doğru mu? Və buna əsasən A vur B-ni tapacam. A vur B də məndə nəyi verir? 32 megabiti gətirəcəm bitə, yəni vuracam 220-yə. Elə bir ardıcıllığımız bu formadadır da, ikinci qatar yolu. Bitdən sonra gəlir kilobit, sonra gəlir
megabit, sonra gəlir gigabit və terabit və s. Burada da hamısı küsdə 10 idi. Bayt olmadığına görə hamısı küsdə 10-dan gedirdi. Yəni megabitdən mənə bitə gələsi olsam, vurmalıyam 220-yə. Ona əsasən 220-yə vurdum. Deyirəm, bu da aydındır. Bunlar da gedəcək, qalacaq 220. İndi bizə deyir ki, bax bu qrafik faylın piksel sayı qədər, yəni 220 qədər simvoldan ibarətdir. Aha, indi keçirəm. Artıq burada sırf inteqrasiya var da, bir neçə mövzu arasında. Bax, simvol sayı nə qədər olacaq burada? Deyir, qrafiki informasiyanın piksel sayı qədər. Yəni 220 sayda simvol n bərabər 16. Yəni 16 simvol əlifba ilə kodlaşdırılıb. Bizə neçə eləyəcək? 4 bit eləyəcək. Və buradan bizdən həcmi istəyirsə neçə kilobayt olacaq. Həcmi də tapmaq üçün nə edirəm? Simvol sayını bitə vuracam. Yəni 220-ni vuracam 4-ə. Yəni 202-yə. Bu da bitlə alınacaq. Burada eləyəcək 222 bit. Bitdən də kilobayta gəlmək üçün nə edirəm? Bölməliyəm 213-ə. Burada da eləyəcək 209. O da eləyəcək 512 kilobayt. Cavab eləyəcək 512 kilobayt. Ümid edirəm, tam aydın olmuş oldu. Daha sonra həcmi bu qədər. Gəlin elə bunu da digər səhifədə yazaq. Bu da uzun görünür. Bir dəqiqə. Həcmi 20 megabayt olan qovluqdan hər biri 4 megabayt olan 3 qrafiki fayl. Aha, deməli bir qrafiki faylın həcmi nə qədərdir? 4 megabayt. Bundan 3 dənəsi, yəni 12 megabayt qrafiki fayl. Hər biri 512 kilobayt olan 5 ədəd mətn faylı. Birinin həcmi 512-dirsə, 5-nin həcmi nə qədər eləyəcək? 512 vurulmuş 5 qədər eləyəcək. Bunu da vursaq bir-birinə. Gəlin elə buradan vururum. 512-ni vursam 5-ə, 5 dəfə 2 11, yadda 5 dəfə 5, 1 yadda 6, 5 dəfə 5 25. 2560 kilobayt alınmış olacaq. Deməli, buradan yazıram 2560 kilobayt. Bu qrafik aydı deyəsən. Aha, qrafikdir. Bu da mətindir. Mətin. İndi davam edirəm. Mətin faylı və hər biri 1024 kilobit olan 4 səs faylı silində. Aha, birinin həcmi 1024 kilobit isə 4-ü nə qədər eləyəcək? 4 vurulmuş 1024. 1024 özü 210 deməkdir. Onu da 4-ə, yəni 202-yə vuranda eləyəcək necə? 212. Deməli, 212 də 4096-dır. Deməli, 4096 kilobit həcmə malik. Deməli, bu qədər həcmə malik səs faylı olmuş oldu və bu qədər silinir. Aha, deməli 20 megabaytdan bunlar hamısı silinəcək. Silinmə çıxma deməkdir. Bundan çıxacam 12 megabaytı, çıxacam 2560 kilobaytı, çıxacam 4096 kilobiti. Aha, sonra nə deyir? Daha sonra bu qovluğa hər biri x megabayt olan 4 video faylı yazıldı. Yəni bunun üzərinə təzədən birinin həcmini bilmirəm, x kimi götürürəm və bundan 4 dənə yazılıbsa bunu 4x kimi götürəcəm. Bu qədər yazıldı və qovluğun son həcmi 29 megabayt oldu. Və nəticə burada 29 megabayt həcm alınmış oldu. Bizdən bir video faylın həcmini, yəni buradakı x istəyir. Bunun üçün də nə edirəm? Bütün hamısının ölçü vahidlərini eyniləşdirirəm. Gəlin elə buradan eyniləşdirək, daha sonra davam edək. Baxın. Deməli, nə edəcəm? Elə hamısını megabaytla gətirək də. 2560 kilobaytla megabaytla gətirmək üçün 2560-ı bölməliyəm 1024-ə. Bir dənə tez onu bölüm, yazım sizin üçün. Deməli, 2560-ı 1024-ə böləsi olsaq, burada eləyəcək 2,5 megabayt. 2,5 megabayt bu alınacaq. Səs faylda kilobitdən megabayta gəlmək üçün əvvəl kilobitdən bitə gələrəm. Yəni 4096-nı kilobitdən bitə gəlmək üçün 1024-ə vuracam. 1024. 4096 özü 212 deməkdir. 1024 210 deməkdir. Burada eləyəcəm 220 bit. Bitdən də nəyə gəlməliyim? Megabayta. 222 özür istəyirəm. 12 buradan, 10 buradan 222. 222 biti mən megabayta gətirmək üçün bölməliyəm 220-yə 3-ə. Doğrumu? Bitdən gəlməliyəm megabayta. Bəli, 222 böləcəm. Qalacaq sürətdə 1, məxrəcdə isə bir dənə 2. Yəni eləyəcək buradan 0,5 megabayt. Bu da elədi bizə 0,5 megabayt. Gəlin indi buradan yazaq. Bax 20 çıxılmış 12. Artıq ölçü vahidini yazmağa ehtiyac yoxdur. Hamısını eyniləşdirdim. 2560 elədi 2,5. 4096 kilobit elədi 0,5 və üzərinə gəlmiş 4x bərabərdir 29 megabayta. Buradan mən nə edəcəm? Əvvəl bu çıxma prosesini həyata keçirdək. 20-dən çıxmalıyam 12-ni, çıxmalıyam 2,5-i, çıxmalıyam 0,5-i. Nəticə eləyəcək burada 5. 5 üzərinə gəlmiş 4x bərabər 29. Burada 4x bərabər olacaq. 9-a 5 eləyəcək 24. X-ə bərabər eləyəcək 6. Deməli, bir video informasiyamızın həcmi eləyəcək 6 deməli megabayt. Bəli, bir videomuzun həcmi 6 megabayt alınmış olacaq. Yenidən üstündən keçirəm. Baxın, ümumi həcmimiz 20 megabayt idi.
Bundan 4 megabayt birinin həcmi olan 3 qrafiki fayl silinib, yəni 12 megabayt silindi. Daha sonra birinin həcmi 512 kilobayt olan 5 dənə mətn faylı silindi. Yəni ümumi 2.5 megabaytlıq mətn silindi və 4096 kilobitlik də səs silindi. Yəni 0.5 megabayt da səs silindi və sonra həcmini bilmədiyimiz, amma bir fayldan 4 dənə olan video faylı yazıldı. Və ümumi həcm yekunda 29 megabayt qaldı. Buradan da riyaziyyata əsasən hesablayıb ümumi həcmi, üzr istəyirəm, video formasiyasının birinin həcmini 6 megabayt əldə etmiş oluram. 4-ün həcmi isə 4x bərabər 24 alınmış olacaq. Cavab eləcək burada 6 megabayt. Ümid edirəm ki, bu da tam aydın olmuş oldu. Keçirəm növbəti sualın nəsindən. Onluq sayı sistemində belə bir ədəd verilir. Müxtəsər Roma düsturundan istifadə edilərək ikiliyə gətirir. Tamamdır. Və 36-nın kvadrat ədədini müxtəsər Roma düsturuna necə yazacağam? 32 üzərinə gəlmiş 4-ün kvadratı kimi yaza bilərəm. Düzdür. 32-ni ümumiyyətlə bu müxtəsər Roma düsturunun açılışı necədir bizdə? Gəlin yazaq və yazıram. A plus B mötərizənin kvadratının açılışı necədir? A-nın kvadratı plus 2AB birincinin ikinci hasilinin 2 misli plus B-nin kvadratı. Və buna əsasən 32-nin kvadratını yazıram. Üzərinə gəlinmiş 32, 2 vurulmuş 32 vurulmuş 4. Yəni birincinin ikinci hasilinin 2 misli plus 4-ün kvadratı. Bu da bərabər eləyəcək necə? 32-nin kvadratını belə yazaram. 2 üstü 5 üstü 2 üzərinə gəlinmiş. 2 buradan, 2 üstü 5 buradan, 2 üstü 2 də buradan. Bu eləyəcək 7, 8. 2 üstü 8 buradan üzərinə gəlinmiş. 4-ün kvadratını da belə yazaram. 2 üstü 2-nin üzəri 2. Doğru mu? Yazıram 2 üstü 2-nin üzəri 2. Bu eləyəcək burada. 2 üstü 5 dəfə 2, 10 üzərinə gəlinmiş. 2 üstü 8 üzərinə gəlinmiş. 2 üstü 4. Davam edirəm. Deməli, İkili sayı sistemində dediyinə görə elə bu formada yazacağam. Əmsal hamısında 1-dir. Yəni 2 son nə deməkdir? 1 yanında 10 dənə 0 deməkdir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Yəni ikili sayı sistemində bunu verir. Üzərinə gəlinmiş 2 üstü 8 nə deməkdir? 1 yanında 8, 0. 1, 2, 3, 4, 5, 6, 7, 8. Ümid edirəm bunu düz getdim. Sıfırların sayı biraz gedir. Təxmin düzdür, bəli. 1, 2, 3, 4 dənə də 0. Bir dənə də bu elədi köstü 4. İndi bunların cəmi bizə nə qədər eləyəcək? 4 0 axırda olacaq bir dənə 1. 4 0 burada olacaq bir dənə 1. Baxın bunu deyirəm və 2 dənə 0, 1. Belə bir nəticə ikili say sistemində alınmış olacaq. Bununla da biz güvən nəşrlərinin sınaq imtahanının informasiya suallarını tam yekunlaşdırmış olduq. Bu qədər sağ olun. Allah'a emanet olun.